Salam, hər vaxtınız xeyir olsun. 11-ci siniflərin 2027-ci il din buraxılış imtahanına düşəcək olan yeni inşa bölməsinə aid bir inşa nümunəsi yazacağıq. Bu artıq 4-cü videomuzdur. İnşaya aid olan və inşamız hazırdır. Mövzumuz What is your favorite activity and why is it important in your daily life? What is your favorite activity? Sənin sevimli aktiviten, yəni fəaliyyətin nədir? Və why, niyə is it important, o vacibdir in your daily life, sənin həyatında. Belə bir başlıqlı mətindir. Şərh bölməsində izləyicilərimizdən gələn bir başlıqdır və kim növbəti videolarda başqa hansı topiklərə, mövzulara aid inşa yazmağımızı istəsə, şərh bölməsində qeyd edə bilər. Videonu saxlayıb ilk öncə inşanı oxumanızı məsləhət görürəm. Yəni burada 12 cümlədən ibarət olan inşada təqribən 110 söz var və belə deyək, burada oxumaq ilk öncə ona görə yaxşıdır ki, artıq burada yəni mənfi müsbət din tələblərinə uyğun olan mənfi müsbət tərəflərindən qeyd olunub, onu görəcəksiniz. Bağlayıcılardan, ara söz, linking wordslərdən istifadə olunub, əsasən də onlar böyük hərflə mötərizədə qeyd etmişəm ki, bu da din tələblərindən biridir. Sonda yekun cümlə, əvvəldə əsas yanaşma, ikinci cümlədə əsas səbəb, dördüncü cümlədə for example-la məsələn qeyd olunub və bunlardan əlavə ən əsası sizin fərqli variasiyalı cümlə texnikalarını öyrənməyiniz üçün müxtəlif cümlə texnikalarından istifadə olunub. Passive voice var, bu inşada modal fe'li cümlə var, bağlı mürəkkəb cümlə var, when, while bağlayıcısından ibarət olan davam edici forma var, səhv eləmirəmsə bu inşada, bəli. One of-la müqayisə dərəcəsində olan, one of-la olan cümlə quruluşları var, gerund var, who, which-lə canlı cansızı təyin edən relative pronouns, təsviri cümlələr var. Yəni bunları, bu texnikalara xüsusi diqqət etsəniz daha yaxşı. Birinci cümlədən başlayırıq. Birinci cümlədə deməli, mənim fikrimcə, in my opinion, ən məşhur yazdığımız ilk cümlədə. Keçən inşada fərqli yazmışdıq. Birinci cümlədə deyir ki, mənim sevimli fəaliyyətim kitab oxumaqdır. Bu cümlənin mübtədası mənim sevimli fəaliyyətimdir. Təbii ki, bunu Azərbaycan dilində müəyyənləşdirə bilirik. Mənim sevimli, my lovely favorite yaza bilərik. My favorite activity. Ümumiyyətlə, birinci cümlədə verilən mövzuya ən ümumi yanaşmanı birinci cümlədə qeyd etmək lazımdır. My favorite activity kitab oxumaqdır. Bəzən burada şagirdlər çaşır. Kitab oxumaqdır sanki feil kimi görür. Read book falan yazır. Yəni burada kitab oxumaqdır nədir? Burada kitab oxumaq nə sualına cavab verir? Feilin gerund olan formasıdır. Yəni isimləşmiş, sadə dillə isə isimləşmiş formasıdır. Kitab oxumaqdır, dırdır, bilir ki, hərəkətsiz cümlələrin xəbəri iz və ya ar olur. İndiki zaman olduğuna görə və mübtədamız activity tək olduğuna görə iz olacaq. My favorite activity is dırdır. Qaldı kitab oxumaq. Kitab oxumaq burada hərəkətin özünü bizə dediyinə görə, yəni nə sualına cavab verdiyinə görə ING ilə maqməqi burada, maqməq şəkilsini ING ilə qeyd edəcək. Kitab oxumaq, təbii ki, biz kitab oxumaq yox, oxumaq kitab yazacaq. İngilis dilində yadınıza qalsın ki, feili birləşmələr hər zaman tərsdən yazılır. Məsələn, futbol oynamaq yox, oynamaq futbol. Play futbol. Biz futbol play deyirik Azərbaycanda, amma ingiliscə play futbol və ya playing futbol. Kitab oxumaqda oxumaq kitab. Reading burada ING maqməqdir, ona diqqət edin. Kitabda olacaq e-book. Və ya cəmdə yazsaq daha yaxşı olar məncə. Reading books, kitablar oxumaqdır. Çünki əsasən belə ümumi danışdıqda cəmdə verməyimiz daha yaxşıdır. Burada xüsusi bir yəni izahat olduğuna görə bunları qırmızı boyuyum. Biləsiniz ki, burada maqməqi ING gerunddan yaratdıq. Kitab oxumaqdır. ING olduqda artıq isimləşir. Reading burada isim kimi, cümlədə isim kimidir. İkinci cümlədə kitab oxumaq vacibdir, çünki bu mənə gündəlik öyrənməyə kömək edir. Birinci cümlədə bitdikdən sonra ikinci cümlədə, daha doğrusu, yəni birinci cümlə dedikdə çünkidən əvvəlki olan kitab oxumaq vacibdir cümləsi rahatdır. Kitab oxumaq, mübtədamız yenə kitab oxumaqdır. Yenə reading books. Kitablar oxumaq, yəni. Vacibdir, yenə dırdır. Xəbərimizə yenə hərəkət yoxdur. Dırdırımız iz olacaq. Çünki burada səhvən booksdakı s-ə aldanıb ar verməyin. ING ilə başlayan cümlənin xəbəri tək olur. Ona görə xəbər ar yox, iz olacaq. Reading books is important. Because, bağlayıcımızı da verdik. Keçdik ikinci cümləyə. Bu mənə gündəlik öyrənməyə kömək edir. Bu kömək edir mənə. Bizim
Bilirik ki, ingiliscə təməl cümlə qaydamız budur ki, mübtəda xəbər tamamlıq ardıcıllığına getməli. Birinci mübtəda gəlməlidir hər zaman. Bu cümlədə, çünkidən sonraki cümlədə mübtədamız budur. It və ya this yaza bilərsiniz. Mən it yazdım. Sonra xəbər gəlir. Mənə gündəlik öyrənməyəni qoyuruq qırağa. Birinci kömək ediri yazırıq ki. Kömək edir help olacaq. Təbii ki, it olduğuna görə helps. Xəbərin sonu s artırdıqda tək olur. It də bizdən tək xəbər istəyir. Mübtəda xəbəri verdikdən sonra artıq biz verməliyik nəyi? Tamamlığı. Bu kömək edir mənə. Nəyi nəyə, kimi kimə, adətən bu suallara cavab verən tamamlıq olur. Mənə me olacaq. Burada to me olmayacaq. Çünki helpdən sonra to gəlməz. Bunu da nəzərinizə saxlayın. Bəzi feillərdən sonra sözünə əsasən to gəlmir. It helps me. Bu kömək edir mənə. Bu kömək edir mənə gündəlik öyrənməyə. Biz burada yenə birinci cümlədə olduğu kimi kitab oxumaq yox, oxumaq kitab. Necə ki yazdıq. Gündəlik öyrənmək yox, öyrənmək gündəlik. Feili birləşmələrdə hər zaman feil əvvələ keçir. Öyrənmək learn'dır. Learn, gündəlik isə daily yazacaq. Burada deyirsiniz ki, bəs ikinci feil oldu learn. Bəs ikinci feillərdə biz to verməliyik adətən. Amma help yarı modal, semi modal olaraq gedir. Bəzən helpdən sonra ümumiyyətlə gələn ikinci feildə to olmasa da olar. Yazsanız da problem deyil. Əslində qrammatik açıdan doğrudur, amma əsasən təbii səslənmək üçün it helps me learn. Yəni to learn verməyə ehtiyac yoxdur. Daily. Daily də burada gündəlik oldu. Üçüncü cümləyə keçir. Mən adətən dərslərimdən sonra qısa hekayələr oxuyuram. Bu cümlənin mübtədası mən, I. Adətən, bu kimi bilirsiniz ki, adətəndir, sometimes'dir. Bunu da çərçivəyə alaraq bilək ki, bunlar hər zaman mübtəda xəbərin ortasında işlənir. I usually, mən adətən, sometimes'dir, usually'dir, always'dir, often'dir. Əsasən usually, often çox inşalarda işlənir, adətən tez-tez. Bunlar mübtəda xəbərin arasında işlənməli. I usually read, mən adətən oxuyuram. Dərslərimdən sonra qısa hekayələr oxuyuram. Xəbəri gətirdi. İkinci xəbəri verməli ingiliscə, mübtədadan sonra xəbər. I usually read, mən adətən oxuyuram. Sonra gəlir tamamlıq gəlməlidir. Hər zaman xəbəri verəndən sonra baxın görün nəyi, nəyə sualına cavab verən tamamlığımız var. Mən adətən oxuyuram. Nəyi oxuyuram? Qısa hekayələr. Qısa hekayələri i şəkilçisi ingilis dilində yoxdur. Yəni qısa hekayələr oxuyuram kimi yazacaq. Short stories. Aha, mən adətən oxuyuram qısa hekayələr. Qaldı cümləmizi ixtisar eləsək ki, yazdıqlarımızı ixtisar eləsək, nə qaldı? Dərslərimdən sonra. Dərslərimdən sonra, yəni sonra dərslərimdən. Sonra sözün olduğuna görə ingilis dilində sonra əvvəldə gəlir. Bilirsiniz ki, sözünülər hər zaman əvvəldə gəlir. After'də, in, on, at, for, with. Sözünlər hər zaman aid olduğu sözün əvvəlində gəlir. Burada da sonra dərslərimdən aid olduğuna görə onun əvvəlində yazır. After dərslərdən sonra demir. After lessons yox. Dərslərimdən sonra. Burada mənsubiyyət şəkilçisi var. After my lessons. Mənim dərslərimdən sonra. Aha, cümləmiz bitdi. Bu cümləni biz adi mübtəda xəbər tamamlıq ardıcılığı ilə tamamladıq. Rahat oldu. Dördüncü cümlədə for example, məsələn, mən yeni sözləri öyrənmək üçün maraqlı mətnlər oxuyuram. Yenə bu cümlədə mən oxuyuram. I read. Mən oxuyuram. Yəni mübtəda xəbərə əsas verməliyik. I read. I böyünə yazaq. I read. Mən oxuyuram. Yenə tamamlıq gəlir mübtəda xəbərdən sonra. Nəyi oxuyuram? Maraqlı mətnləri. Yəni maraqlı mətnlər. Maraqlı interestingdir. Interesting mətnlər. Text yaza bilərik. Mən maraqlı mətnlər oxuyuram. Qaldı nə? Yeni sözlər öyrənmək üçün yenə feili birləşmə ilə qarşılaşdıq. Feili birləşmələrdə yeni sözlər öyrənmək üçün olacaq belə öyrənmək üçün yeni sözlər. Futbol oynamaq misalı kimi hər zaman bunu deyirəm ki, artıq ağlımıza bu formada qalsın ki, biz futbol oynamaq deyirik, amma əslində oynamaq futbol olmalıdır. İngiliscədə yəni futbol play yox, play futbol. Burada da öyrənmək üçün yeni sözləri öyrənməkdən feildən sonra keçəcək və ya feil əvvələ gələcək. Və burada mək üçün hissəcik var. Bax, bu hissəcik hər inşada demək olar bu ilə rastlaşırıq. Çünki bu çox önəmli bir məsələdir. Şagirdlərin inşa yazarkən zehninə gələn cümlələrdə hər zaman istifadə olunan maq üçün, mək üçün, mağa, məyə bu hissəciklər hər zaman bildiyimiz to ilə verilir. Yəni ayrıca for ing də var. For ing əsasən mən belə deyərdim ki, inşalarda 90% düz təbii səsləmir, yerinə oturmur. Çünki o hərəkətin özünə köklənən bir məsələdir. Burada isə məqsədli, planlı, gələcəyə dair və ya
ardıcıl bir hərəkət taktikasından danışıldığına görə maq üçün, mək üçünü to-la vermək daha düzgündür. Mən öyrənirəm maraqlı, daha doğrusu oxuyuram maraqlı mətnlər. Öyrənmək üçün yeni sözləri, öyrənmək üçün to learn. To learn bir yerdə mək üçün oldu. Bunda qırmızı yala. Öyrənmək üçün yeni sözləri. Yeni sözlərdə new words. Bu ifadə, bu çərçivəyə aldığım to learn new words buradakı yeni sözləri öyrənmək üçün olan ifadə ilə eynidir. 5-ci cümlədə faydalı fikirlər öyrədən kitablar mənim düşüncəmi gücləndirir. Aha, bu cümlənin mübtədası nədir? Faydalı fikirlər öyrədən kitablar. Faydalı fikirlər öyrədən kitablarda biz həmişə, hər inşada mən bu cür hulu viçli ifadə qeyd edirəm. Faydalı fikirlər öyrədən kitabları biz necə deyəcəyik? Kitablar hansı ki faydalı fikirlər öyrədir. Burada an, ən şəkilçisi, ilan, ilən şəkilçisi. Bax, bu hissəciyi yadda saxlayaq. Bu hissəciklər who, which ilə təyin olmalıdır ingiliscə və tərsdən. Bu ifadələr həmişə ingiliscində tərsdən yazılmalıdır. An, ənlə, məsələn, qırmızı papaq geyinən oğlan, məsələn, böyük tutaq ki, məsələn, qutuları daşıyan insanlar, an, ən şəkilçisi ilə bir insanı təsvir və ya bir cismi, əşyanı cansızı təsvir ediriksə, deməli onları biz who və which-dən təyin edəcəyik. Məsələn, faydalı fikirlər öyrədən kitablar, kitablar cansızdır. An, ənlə onu təyin etdikdə who, which-dən istifadə edir və bu texnikada bu tələb olunur ki, bunu tərsdən yazmalıyıq. Kitablar hansı ki, an, ən sanki hansı kidir, which-dir, öyrədir faydalı fikirlər. Məsələn, belə yazaq sizlə. Books which hansı ki öyrədir. Öyrətmək bəzən uşaqlar learn yazır. Bu öyrənməkdir. Learn-lə teach öyrətməkdir. Tamamilə fərqli feillərdir. Qətiyyən bunu inşa yazanda çox uşaq bizim dərslərimizə səhv edir. Nəzərinizə saxlayın. Books which kitablar hansı ki üzr istəyirəm, teach öyrədir. Teach-i cəm xəbər kimi yazıq. S artırmadıq. Çünki which-dən əvvəlki books cəmdir. Which-dən sonra gələn xəbər which-dən əvvəlki ismə görə verilir. Who-da da belədir. Books which teach kitablar hansı ki öyrədir, nə öyrədir? Faydalı fikirlər. Faydalı, useful, ən məşhuru. Çalışıram ən yayğın olan sözləri yazım. Çox fərqli sözləri yazmayım. Çünki inşada vərdiş etmə amili çox böyük amildir şagirdlər üçün və burada eyni sözlərdən daimi istifadə onlara çox fayda olur ki, həmin sözü işlətmə yerini daha yaxşı bilirlər. Books which teach useful fikirlər yerinə də ideas yaza bilərik. Bu oldu bizim mübtədamız. Aha, keçik xəbərə. Mənim düşüncəmi gücləndirir. Gücləndirmək daha güclü edir mənasında. Meykli ifadələri yazmaq istəyirəm. Meykli ifadələrdə edir düşüncəmi güclü. Bu formada yazılır. Make təbii ki, etmək mənasında ümumi mənalı sözdür. Biri də etməkdir. Edir güclü. Güclü, strong, stronger. Erlə yazacaq. Stronger. Yəni daha güclü yazacaq və meykli ifadələrdə make-lə sifətin arasına girir tamamlıq. Keçən inşada da dedim. Nə zaman ki biz make-li, məsələn, qəmgin edir, xoşbəxt edir, make happy, make sad. Bu zaman make-lə happy-nin arasına girəcək tamamlıq. Güclü edir, make strong, daha güclü edir və ya güclü edir yazıqda make-lə strong-un arasına girəcək tamamlığımız. Tamamlıq burada nəyi sualına cavab verən nədir? Mənim düşüncəmi. My thinking. Mənim düşüncəmi, aha, burada 2 dənə i getdi deyəsən. Mənim düşüncəmi güclü edir. Strong artırsaq müqayisə dərəcəsi sifət yaranır. Stronger, yəni daha güclü edir. Təbii ki, tutaq ki, beynimiz güclüdür və bu faydalı fikirlər daha güclü edir. Daha sözü, indi burada daha yox idi açığı, gücləndirir. Yəni, gücləndirir elə sanki daha gücləndirir, yəni daha mənasındadır. Sözün sanki sətiraltı tərkibində var, elə burada yerinə düşər. Bunu da neysə çərçivəyə almayaq. 6-cı cümlədə nə zaman ki mən sakit oxuyuram, detallara daha yaxşı fokuslanıram. 1-ci cümlə nə zaman ki mən sakit oxuyuram. Nə zaman ki when bağlayıcısıdır. Nə zaman ki mən oxuyuram sakit. Yenə xəbəri verməliyik təbii ki mübtədən sonra oxumaq readdir. When I read, sakit, quietly. Nə zaman ki mən oxuyuram sakit. Burada quiet, sakit, yəni səssiz mənasında olduğuna görə quiet verdim. Kalın falan bura düzgün getməz. Elvay şəkilsi təbii ki elvay-lıyı artırdığımız sifətə artırdıqda zərf olur. Zərf hərəkətə aid olduğuna görə biz elvayı artırırıq. Burada mən sakit oxuyuram deyəndə oxumağa aiddir sakit sözü. Ona görə elvayı artırdıq, zərf oldu. Aha, keçik ikinci cümləyə.
Nə zaman ki mən sakit oxuyuram, detallara daha yaxşı fokuslanıram. Əslində burada detallara daha yaxşı fokuslanıram cümləsindəki mübtəda I'dır, mənəm. Amma Azərbaycan dilində bilirsiniz ki, mübtəda bəzən ikinci cümlədə ixtisar olunur, amma ingilis dilində bu tip bağlayıcılarda ikinci cümlənin mübtədası ixtisar oluna bilməz. When I read quietly, I, mən, bundan sonra mübtədən sonra xəbər yazmalıyıq. Fokuslanıram, focus. Burada hətta can focus yaza bilərik. Can focus, fokuslana bilirəm. Yəni söz artırma məqsədinə həm də burada modal feillə işlənə bilər. Təbii ki, burada can yox idi. Focusla burada hətta düzəliş də eləyə bilərik. Fokuslana bilirəm. Bu formada da yaza bilərik. Can burada artıq bilirəm sözünün burada da işarəyə alaq. Qarşılığıdır. I can focus. Mən fokuslana bilirəm. Detallara daha yaxşı. Mən fokuslana bilirəm. Nəyi, nəyə? Nəyə fokuslana bilirəm? Detallara daha yaxşı. Təbii ki, daha yaxşını da əvvəldə verə bilərik. Better. I can focus better. Mən daha yaxşı fokuslanıram. Çünki burada daha yaxşı sözü feilə aid olduğuna görə. Biz feili verdikdə, artıq zərfi verdikdə, zərf adətən feildən dərhal sonra gəlir. I can focus better. Mən daha yaxşı fokuslana bilirəm. Sonra tamamlığı yazacaq detallara. Detallara da details'dir. Focusla on sözünüzü işlənir. Yəni bu focus on, concentrate on, focusa bu feilə aid olan sözünüdür. İngiliscə belə məsələlər var. Azərbaycan dilinə tərcüməsi uyğun gəlməsə də, ingilis dilində fokuslanmaq nəsə üzərinə fokuslanmaq olduğuna görə onunla hər zaman verilməlidir. Detallara a, to verməyəcək. Yəni I can focus better to details yox, on details. 7-ci cümlədə oxuyarkən bu ifadələr hər zaman inşada daha rahat yadda qalan, daha çox dilə gələn ifadələrdəndir. Arkən, ərkən, while'dır. Və while'dan sonra cümlə yazmasaz da olar. Yəni xırda bir texnika kimi yadda saxlamanız üçün deyirəm. While reading. Ümumiyyətlə while going gedərkən, while coming gələrkən, while reading oxuyarkən, while writing yazarkən ing ilə feili verib dərhal əvvəlində while verdikdə bu cür, yəni əvvəl söz yaranır, ara söz, keçid söz yaranır. Oxuyarkən mən həmçinin insanların nə hiss etdiyini anlayıram. Yenə bu cümlənin mübtədası məndir. Təbii ki, burada I understand, mən anlayıram olacaq. Mən anlayıram, mübtəda xəbər gəlmədi. I understand, amma also-nu da ortaya salacaq. Bilirik ki, həmçinin axırda to-lanı vermək olar, amma also verdikdə cümlənin ortasında mübtəda xəbərin arasında verməliyik. I also understand, mən həmçinin anlayıram insanların nə hiss etdiyini. Bu mənim aldıqlarım, hiss etdiklərim, gördüklərim, bu dik-dik, dıq-dik şəkilsi ilə, hissəci ilə daha doğrusu istifadə olunan bizim birləşmələrimiz, feili birləşmələrimiz what-la verildikdə daha düzgün çıxır ingilis dilində. I also understand, mən həmçinin başa düşürəm insanların nə hiss etdiyini. Biz belə deyəcəyik bunu. Nəyi ki insanlar hiss edir? İngilis dilində belə deyəcəyik. Mənim aldıqlarım nəyi ki mən almışam? Apardıqlarım nəyi ki mən aparmışam? Bu formada yazılmalıdır ingilis dilində. Mən həmçinin anlayıram insanların nə hiss etdiyini belə yazacaq. Nəyi ki insanlar hiss edir? What people hiss edir, feel. Bu artıq what people feel, insanların hiss etdiyini, bunu bu formada çərçivəyə alaq. Bu votlu ifadə də ingilis dilində ən çox qarşılığı olan texnikalardan biridir. Uşaqlar adətən belə ifadələri, bunları niyə belə xüsusilə vurğulayıram? Adətən bu ifadələr uşaqların zehninə gəldikdə cümlə yazarkən ingilis dilində onu necə çevirəcəklərini bilmirlər. Texnikalar ona görə yaxşıdır. Məsələn, mag üçün, mək üçünü görüb ilişirlər burada qeyd elədik. Məsələn, to-la verdiyi onu. An, ən, belə ifadəni məsələn zehninə gəlir, amma cümləni ingilisinə çevirə bilmir. Bu ona görə yaxşıdır. Bilirəm məsələn, bilirəm kəndi, biliyorsunuz unudur. İnsanların nə hiss etdiyini, bu kimi şeyləri bildikdən sonra həm söz artımı üçün, həm də rahat cümləni arxain, özünə inamlı şəkildə qurmaq üçün çox yaxşıdır bu texnikaları bilmək. Ən faydalı nəticələrdən biri 8-ci cümlədə. Ən faydalı nəticələrdən biri daha yaxşı təsəvvürdür. Bu cümlənin mübtədası ən faydalı nəticələrdən biridir. Biri one of-dur. Keçən inşamızda da dedik, biri sözü one of-la. One of-la qarşılığını verəcək. İngiliscə qarşılığı budur. One of biridir. Nə biridir? Ən faydalı nəticələri isə biridən, yəni one of-dan sonra yazacaq. Ən ingiliscə bilirik ki, most, the most-dur.
sifətin üstünlük dərəcəsidir. Ən faydalı usefuldur. Ən faydalı the most useful. Ən faydalı nəticələr. Nəticələr də results. Ən faydalı nəticələrdən biri. Təbii ki, dən biri əslində burada bunu belə işarə eləyə bilərik. Dən biri bir yerdə deməli one of-dur. Əslində ən faydalı nəticələrin biri olmalıdır. İngiliscə bu formada of-un çünki mənası in-dir. Bunu da nəzərinizə saxlayın. Ən faydalı nəticələrdən biri daha yaxşı təsəvvürdür. Daha yaxşı təsəvvür bir yerdə sifət isim olduğuna görə daha yaxşı sifət, imagination, yəni təsəvvür də isim olduğuna görə ardıcıl yazılacaq, amma xəbər əvvələ keçməlidir. Təsəvvürdür, dırdır ingilis dilində. Isdir, is mübtədamız one olduğuna görə burada of-dan əvvələ baxırıq. Təbii ki, ona görə are is verdik. One of the most useful results is dırdır, daha yaxşı təsəvvür. Better imagination. Imagination təsəvvürdür. İnşallah da çox istifadə olunan sözlərdən biridir. Better imagination. Daha yaxşı təsəvvürdür. 9-cu cümlədə bu mənim uğurumun üzərində də müsbət təsirə malikdir. Bu it. Ümumiyyətlə mən hər inşada bir cümlə bu feilə dair yazıram. Üzərində də müsbət təsirə malikdir. Bu deməli feil hər inşada istifadə olunacaq bir feildir və bu feildə belə deyək də ümumi sadə dildə 7 söz var. Can also have a positive effect. Yəqin ki, düz yazıq. Effect. Can also have a positive effect. Bu ifadə, bu feil belə deyək. Bu ifadə üzərində də müsbət, daha doğrusu burada 10 da var. 10. Bununla bir yerdə müsbət təsirə malikdir olacaq. 10 üzərində deməkdir. Nə üzərində? Mənim uğurum olacaq my success. Aha. Yəni bu sadə bir cümlədir. Artıq bunu hər inşada demişik. Yəni bu hissəni, bu feili yadda saxlasanız yaxşı olar. Çünki hər inşada istifadə oluna biləcək feildəndir. Növbəti cümləyə gedirik 10-cu cümlədə. 10-cu cümlədə deməli lakin, however. Aha. Bəzi şagirdlər, mübtədamız, some students. Mübtədanı verdikdən sonra xəbər verməliyik. Zövq almır. Aha, zövq almaq nədir? Zövq almaq ingiliscə enjoydur. Zövq almır, don't enjoy. Do not da yaza bilərsiniz. Feili hər zaman deməli inkara çevirdikdə do did doesn't köməkliyi ilə inkara çevirməliyik. Ona görə bu məsələdə diqqətli olun. Yəni bəzən not verirlər şagirdlər, bu səhv olur. Aha. Some students don't enjoy. Bəzi şagirdlər həzz almır. Deməli, hər gün oxumaqdan. Biz bunu oxumaqdan hər gün olaraq yazacağıq. Burada artıq yenə hər gün oxumağa aid olduğuna görə feili birləşmələrdə feil əvvələ keçir. Oxumaq, reading yenə ayıncı ilə yazırıq, magməqi. Birinci cümlədə yazdığımız kimi. Çünki bu hər gün oxumaq nədən həzz almır? Burada gerund var. Ayıncı var. Yəni hərəkətin özündən danışıldığına görə magməqi burada to-la yox, ayıncı ilə verəcəyik. Don't enjoy reading hər gün every day. Deyirsiniz ki, almaqdan from reading olmalıdır. Enjoy ilə reading arasında from girməlidir. Xeyr. Enjoy-dan sonra sözünü qətiyyən qadağandır. Dandan mənasında. Ona görə vermək olmaz, nəzərinizə qalsın. 11-də bu səbəbdən müəllimlər sadə və maraqlı kitabları seçməlidir. Bu səbəbdən because of this ola bilər, therefore ola bilər. That's why ola bilər, so ola bilər. Bu səfər fərqlisini yaza bilərik. For this reason, bu səbəbə görə, yəni. Bu səbəbdən müəllimlər sadə və maraqlı kitablar seçməlidir. Aha, modal feil var burada, should. Yəqin ki, müəllimlər, teachers, should. İndi burada belə deyək, modal feili belə açıqlayaq. Mübtədanı verdiyin sonra xəbəri verməliyik. Xəbərimiz seçməlidir. Seçmək choose-dur. Amma biz onun əvvəlinə should-u qoyduq ki, should malum-əli şəkilçidir və malum-əli sanki tövsiyə xarakterli malum-əli olduqda, gərək belə eləsinlər kimi olduqda should-la veririk. Should malum-əlini də burada işarə eləyə bilərik. Aha. For this reason, teachers should choose. Seçməlidirlər. Nəyi seçməlidirlər? Sadə və maraqlı kitabları. Simple and interesting books. Aha. Yəqin ki, cümlədə xəta olmadı. Aha, əla hərflərdə düz. Təbii ki, mübtədamız teachers oldu. Should choose xəbərimiz oldu. Simple and interesting books da tamamlığına sadə, ətraflı izahata ehtiyac yoxdur.
Yekun olaraq in conclusion, yəqin ki, keçən inşamıza desən fərqli yazıq, to sum up yazıq. Bu səfər in conclusion yazaq yenə. In conclusion, nəticə olaraq oxumaq mənim sevimli fəaliyyətimdir və-yə qədər olan birinci cümlədə oxumaq, reading və ya söz artırması reading books yaza bilərik, kitab oxumaq. Amma sonda reading books yox, təkcə reading yazmağımız da kifayətdir. Yəni sırf kitab oxumaq yox, ümumiyyətlə oxumaq anlayışından lap belə dərinə indiyimizə görə ümumi reading də yazsaq yenə yerinə oturar. Reading mənim sevimli fəaliyyətimdir. Yenə dırdır olduğuna görə is my lovely, bayaq favorite yazıq, indi lovely də yaza bilərik. Lovely fəaliyyət, əslində favorite daha uyğundur, amma yenə də lovely də olar. Reading is my lovely activity. Və bəzən şagirdlər soruşur, deyir, bəs activity sayılan tək isimdə niyə en artikli vermədi? Çünki burada my var, mənim, sənin. Yəli əvəzilərində aslı formalardan sonra, yəni my, your, her, bunlardan sonra article qətiyyən olmaz deyə. Məsələn, mənim maşınım deyəndə my car deyirik, my a car demirik. Bu da xırda bir məsələdir, bəzən şagirdlər soruşur, ona görə demək istədim. Reading is my lovely activity and və həyatıma kömək edir. And-dən sonra mübtədanı o həyatıma kömək edir. O verməyə ehtiyac yoxdur. And-dən sonraki cümlənin mübtədası ilə əvvəlki cümlənin mübtədası eynidirsə, and-dən sonra birbaşa xəbərlə, kömək edirlə, təbii ki, reading burada tək olduğuna görə helps davam edə bilərsiniz. And helps və kömək edir, deməli, mənim həyatıma kömək edir. Yəni, mənim həyatıma kömək edir. My life, mənim həyatıma. Kömək edir mənim həyatıma, biraz əvvəl dediyim kimi, helpdən sonra to gəlməz, A şəkilsi olaraq səhvən to verməyin və salam. Bu qədər inşamızı da yazdıq, 4-cü inşamız oldu, mövzu maraqlıydı. Kitab oxumaq haqqında danışdım, ən yaygın olan şeylərdən danışmağı üstün tuturam ki, şagirdlər üçün daha rahat olsun. Təbii ki, buna hər kəs öz fərqli baxış prizmasında da yanaşa bilər. Təşəkkürlər diqqətiniz üçün, inşallah növbəti videoya qədər görüşənədək.